Bu arada Ramiz Mehdiyevdən söhbət düşmüşkən həmkarlarımız Statinfo saytı Ramiz Mehdiyevin Qəbələdəki dəbdəbəli villasını çəkib, dəyərli izləyicilər. Top keçirməz, güllə keçirməz bir villadan gedir söhbət. Statinfoya istinadla biz də həmin o sözü gedən ərazidən lent alınmış görüntüləri sizin nəzərinizə çatdıracağıq. Prezident administrasiyasının sabiq rəhbəri hazırda həbsdə olan Ramiz Mehdiyevin dəbdəbəli villalarından biri Qəbələ rayonunda yerləşir, dəyərli izləyicilər. Görüntülər dediyim kimi həmkarlarımızın çəkdiyi görüntülərdir və bu istiqamətdə də demək villadan demək olan görüntülər yayılmaqdadır və əslində onun həm ölkəmizin bir çox rayonlarında, həm Bakının bir çox yerlərində villaları var. O baxımdan da Ramiz Mehdiyevin villası deyəndə hansı sualı aktuallıq qazanır? Hansı şəhərdəki, hansı bölgəmizdəki villası? Bir-birindən demək axarlı, baxarlı və dəbdəbəli villalardan gedir söhbət. O baxımdan da Statinfoda məhz onun Qəbələdəki villasının görüntülərini, o villaya gedən yol, oradakı mühafizəçilər və sair digər başqa məqamları çəkib, işıqlandırıb və təbii ki, tamaşaçıların da nəzərinə çatdırıb. Dəbdəbəli villa hansına ki, əslində aylardır, yox, bəlkə də illərdir ki, Ramiz Mehdiyev və ailəsi baş çəkmir. Bəlkə də şəhərin, bəlkə də ölkənin fərqli yerlərində olan villalarının özlərinin belə xəbəri yoxdur. Demək, darvazasından tutun da demək, evin görüntüsünə, villanın görüntüsünə qədər kifayət qədər dəbdəbəli bir görüntülər var və bunlar da əslində bu dəqiqə tamaşaçılarımız hansı rayona getsələr, hansı rayonda istirahət eləməyə getsələr ki, qarşıdakı günlərdə bir neçə günlük istirahət dönəmidir. Həmin rayonda mütləq bu da Ramiz Mehdiyevin villası deyə belə deyək də məlumat verəcəklər onlara. Çünki dediyim kimi bölgələrin hər birində, məsələn, Qaxda da var bildiyim qədərilə, Şamaxıda da var bildiyim qədərilə və digər başqa bölgələrdə də o villalarla bağlı məlumatlar kifayət qədər geniş gəlib. Statinfo ərazidən lent alınmış görüntüləri təqdim edir. Biz də səsli şəkildə sizin nəzərinizə çatdıraq, izləyin, görək oradakı villada nələr var, nələr yoxdur, necə çəkib həmkarlarımız. İzləyək. Bura Prezident administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dəbdəbəli villasıdır. Statinfonun əldə etdiyi məlumata görə Qəbələnin mərkəzində dağın ətəyində sıx meşəlikdə yerləşən bu villa kənardan balaca görünsə də əslində rayondakı ən böyük villadır. Ətrafında isə sabiq məmurlara məxsus bir neçə villa var. Ətrafı hündür ağaclarla o qədər sıx örülüb ki, kənardan aydın görüntüsünü əldə etməkdə çətinlik çəkdik. Villaya getmək üçün nəzarət postu qoyulub. Həmin postdan yalnız Mehdiyevin ailə üzvləri və villada çalışan işçilər keçə bilər. Elə yol yoxdur. Aydın məsələdir ki, icazə alıb içəri keçməmiz mümkünsüz olduğundan dolayı yolla postdan keçib villanın hündür hasarlarını çəkməyə nail olduq. Təqribən 200 metr irəliyib dağın ətəyi ilə yuxarı qalxdıq. Hündürlüyü 5-6 metr olan daş hasarlardan villanın harda yerləşdiyini görmək mümkünsüzdür. Girişdə 2 nəhəng darvaza var. Villanın əsas girişindən əlavə 4 avtomobil boksu da var. Görünür, Ramiz Mehdiyevin bu villası əvvəllər qonaqlı qaralı olurmuş. Aldığımız məlumata görə Ramiz Mehdiyev sonuncu dəfə ötən il istirahətə gəlib. Bu il yalnız qızı və kürəkəni gəlib. Vaxtilə Mehdiyevin bu villasında tez-tez görüşlər, ziyafətlər təşkil olunmuş. Hazırda villada xadimələr, mühafizəçilər və digər xidmətçilər var. Ərazidə olduğumuz zaman öyrəndik ki, Ramiz Mehdiyevin villası 5 hektardan çox ərazini əhatə edir. Təqribən villanın 6-7 milyon qiyməti var. Pəncərələri güllə keçirməzdir. Zirzəmisinin dərinliyi 10 metrə qədərdir. Məlumata görə villa dağın ən ucqar nöqtəsindən belə mühafizə olunur. Villanın tikintisi üçün xüsusi olaraq Avropadan tikinti mütəxəssisləri gətirilib. Villanın arxa tərəfi birbaşa meşəyə açılır. Bu səbəbdən də meşəyə qalxmaq üçün olan yol dəmir şlaqbaumla bağlanıb. Buradan da bağlayıblar, fikir verirsə. Buradan icazə yoxdur, yəni o tərəfə getməyə artıq. Buranı bağlayıblar, yəni özəlləşdirilib. 5 mərtəbədən ibarət villa meşənin dərinliyinə doğru inşa olunduğundan hasardan görünmür. Qəbələ sakinləri arasında bu məşhur villanı tanımayan çətin tapılar.
Bəli, dəyərli izləyicilər, izlədiniz görüntüləri. Belə görüntülər hələ çox çıxacaq. Dediyim kimi, Qəbələdə, digər başqa yerlərdə villalar üzə çıxdıqca bu görüntülər də yayılacaq. İçəriyə keçmə imkanı olmasa da, Statinfo saytı bu barədə təbii ki, o görüntüləri sağdan, soldan çəkib və sizin nəzərinizə çatdırıb. Təbii ki, Qəbələ sakinləri də çox yaxşı məlumatlıdırlar ki, burada kim yaşayıb, necə, hansı aylarda kimlər gəlib, kimlər gedib. Bunlar dediyim kimi, demək, rayon sakinlərinin verdiyi informasiyalar əsasında yayılan xəbərlərdir.